İnformasiya modelinin hazırlanması. Salam hörmətli izləyicilər. Bu dəfəki dərsimizdə informasiya modelinin hazırlanması mövzusunu öyrənəcəyik. Bildiyiniz kimi modelləşdirmə real obyektlərin və proseslərin sadələşdirilmiş surətini yaratmaqdır. İnformasiya modelləri isə obyektlər və proseslər haqqında məlumatları kompüterdə saxlamaq və işləmək üçün yaradılır. Bugünkü dərsdə biz öyrənəcəyik ki, informasiya modeli necə hazırlanır, hansı mərhələlərdən ibarətdir və necə istifadəyə verilir. İnformasiya modelinin mərhələləri. Problemin müəyyənləşdirilməsi. Bu mərhələdə modelin məqsədi dəqiq müəyyən olunur və hansı problemi həll edəcəyi aydınlaşdırılır. Eyni zamanda hansı məlumatların toplanacağı və bu məlumatların necə istifadə olunacağı planlaşdırılır. Məlumatların toplanması və təsnifatı. Burada real obyekt və ya proses haqqında bütün mövcud məlumatlar toplanır və qeyd olunur. Toplanmış məlumatlar əsas və lazımsız hissələrə bölünərək model üçün uyğun olan məlumatlar seçilir. Modelin qurulması. Seçilmiş məlumatlar kompüterdə müəyyən struktura salınır və vizual və ya riyazi formada təqdim edilir. Bu mərhələdə cədvəl, diaqram, blok sxem və ya obyekt əsaslı model kimi fərqli üsullardan istifadə edilə bilər. Modelin yoxlanılması və sınaqdan keçirilməsi. Hazırlanmış modelin real obyektin xüsusiyyətlərini düzgün əks etdirib etmədiyi yoxlanılır. Eyni zamanda modelin işləməsi və məlumatların düzgün emal olunması sınaqdan keçirilir. İstifadəyə verilməsi və təkmilləşdirilməsi. Model real tətbiqdə istifadə olunur və onun effektivliyi qiymətləndirilir. Lazım gəldikdə modeldə dəyişikliklər edilərək daha doğru və funksional hala gətirilir. Nümunə. Məsələn, məktəbdə şagirdlərin məlumat bazasını yaratmaq istəyirik. Şagirdin adı, soyadı, doğum tarixi, sinfi və qiymətləri kimi əsas məlumatlar toplanır. Bu məlumatlar cədvəl və ya obyekt əsaslı model şəklində kompüterdə strukturlaşdırılır və saxlanır. Bu model vasitəsilə müəllimlər şagirdlərin məlumatlarını rahat izləyə, qiymətlərini təhlil edə və tədris prosesini daha effektiv planlaşdıra bilərlər. İndi isə mövzu ilə bağlı test nümunələrinə baxaq. Yekun. İnformasiya modeli real obyektin və ya prosesin kompüterdə sadələşdirilmiş surətidir. Bu model real həyatdakı obyektin əsas xüsusiyyətlərini əks etdirir, lakin onu daha sadə və işləməsi asan formaya çevirir. Beləliklə, mürəkkəb prosesləri daha rahat anlamaq və təhlil etmək mümkündür. Onun hazırlanması mərhələləri. Problem, məlumat toplanması, modelin qurulması, yoxlanılması və istifadəyə verilməsi. Hər bir mərhələ öz məqsədini daşıyır və modelin düzgün işləməsi üçün vacibdir. Bu mərhələlər ardıcıl və planlı şəkildə yerinə yetirildikdə informasiya modeli daha effektiv olur. Düzgün hazırlanmış informasiya modeli analiz, proqnoz və qərar vermə proseslərini asanlaşdırır. Belə model vasitəsilə məlumatlar daha aydın görünür və qərarlar daha dəqiq verilə bilir. Eyni zamanda, gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdırmaq və riskləri qiymətləndirmək asanlaşır. Dərsimiz bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərsdə görüşənədək uğurlar!